İspanya'nın Atletico Madrid klubunun ulduz futbolçusu Antoine Griezmann karyerasında yeni səhifə açmağa hazırlaşır. Təcrübəli hücumçunun ABŞ-ın MLS liqasında çıxış edən Orlando City komandasına transferi gündəmdədir. Məlumatı tanınmış insider Fabrizio Romano yayıb. Bildirilir ki, Orlando City'nin idman direktoru Ricardo Moreira Madridə səfər etdikdən sonra tərəflər arasında danışıqlar sürətlənib və keçidin yaxın həftələrdə rəsmiləşməsi gözlənilir. Xəbərdə qeyd olunur ki, ABŞ mədəniyyətinə xüsusi maraq göstərən və xüsusilə NBA-yi yaxından izləyən Griezmann, okeanın o tayında çıxış etməyə müsbət yanaşır. 34 yaşlı forvard Atletico tarixində ən məhsuldar oyunçu kimi yadda qalıb. O, Madrid klubunun heyətində 210 gol vuraraq rekord müəllifi olub. Cari mövsümdə isə bütün turnirlərdə 35 maçda iştirak edən futbolçu 12 dəfə fərqlənib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Griezmannın MLS-ə mümkün transferi yay transfer dönəminin ən səs-küylü keçidlərindən biri ola bilər.